Həvarilərin işləri 8-ci fəsil. Şaul imanlıları təqib eləyir. Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yahudiya və Samariyanın hər tərəfinə yayıldı. Bəzi mömin kişilərsə Stefanı dəfn elədi və onun üçün dərin hüzündən yas saxladılar. Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki, o evdən evə gedərək qadın kişi bilmədən imanlıları sürüyüb zindana salırdı. Filip Samariyada. Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını, müjdəni yayırdı. Filip də Samariya şəhərinə gəlib Məsihi vəz eləyirdi. Filipi eşidib göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdılar. Ona görə bu şəhərdə bol sevinç var idi. Cadugar Şimon. Amma bu şəhərdə bundan əvvəl cadugərlik eləyən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim eləyirdi. Böyüklük kiçikliyi hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi. Böyük adlanan Allahın qüdrəti budur. Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. Amma Filip Allahın padşahlığı və İsa Məsihin adı ilə bağlı müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu. Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul elədiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdilər. Peterlə Yəhya oraya çatanda dua elədilər ki, Samariyalı imanlılar müqəddəs ruhu alsınlar. Çünki ruh hələ onların heç birinin üzərinə enməmişdi. Sadəcə olaraq Rəbb İsa'nın adı ilə vəftiz olmuşdular. Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar müqəddəs ruhu aldılar. Həvarilərin əl qoyması ilə ruhun verildiyini görən Şimon onlara pul təklif eləyərək dedi, mənə də belə bir səlahiyyət verin, əlimi kimin üstünə qoysam müqəddəs ruhu alsın. Peter ona dedi, pulun da yox olsun səndə, ona görə ki, sən Allahın ənamını pulla əldə eləyə bilmək xəyalına düşmüsən. Bu işdə sənin nə haqqın var, nə payın, çünki Allahın qarşısında ürəyin düz deyil. Bu pisliyin üçün tövbə elə, Rəbbə yalvar, bəlkə ürəyinin bu niyyəti bağışlanar. Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən. Şimon ona cavab verdi. Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin. Peterlə Yəhya şəhadət eləyib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı çoxlu sayda kəndlərdə müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar. Filip və Həbəşli hərəm ağası. Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi. Dur cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola, səhra yoluna çıx. Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəm ağası ilə rastlaşdı. Bu, Kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət eləmək üçün gəlmişdi. Arabasına oturub geri qaydarkən Yeşaya Peyğəmbərin kitabını oxuyurdu. Ruh Filipə dedi, get bu arabaya çatıb yanında qal. Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəm ağası Yeşaya Peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu, görəsən oxuduğunu başa düşürsənmi? Hərəm ağası ona dedi, əgər mənə yol göstərən yoxdursa bunu necə başa düşmək olar? Sonra Filipdən xahiş elədi ki, arabaya minib onun yanında otursun. O, müqəddəs yazılardan bu hissəni oxuyurdu. Kəsilməyə aparılan qoyun kimi, qırxımçıların qabağında dilsiz quzu kimi ağzını açmadı. Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir eləyə bilər? Onun həyatı yer üzündən götürülür. Hərəm ağası Filipdən soruşdu. Xahiş edirəm, deyin, burada Peyğəmbər kimdən bəhs eləyir, özündən yoxsa başqasından? Bundan sonra Filip sözə başlayıb danışdı və müqəddəs yazıların bu hissəsindən başlayıb İsa barədə olan müjdəni bəyan elədi.
Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəm ağası dedi, burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu? Sonra əmr elədi ki, araba dayansın. Filip hərəm ağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəm ağasını vəftiz elədi. Sudan çıxanda Rəbbin ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəm ağası sevinə-sevinə yoluna davam elədi. Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib dolaşaraq müjdəni yaydı.